Hörmətli müəllimlər, dəyərli qəbul imtahanına hazırlaşan abituriyentlər, hər biri salamlayıram, ümid edirəm ki, yaxşısınız. Sizə bugün qədim Asiya Hun dövləti, qədim Çin və qədim Hindistan dərsini izah edəcəm. Qeydlərimizi götürək, ümid edirəm ki, hər biriniz üçün sərfəli və hər biriniz üçün öyrədici dərs olacaq. Demək, Asiya Hun dövləti. Uşaqlarım, Mərkəzi Asiyada qədim türklər haqqında, belə deyim, Mərkəzi Asiyada yaşayan qədim türklər haqqında sizə əvvəlcə məlumat verim. Qədim türklər dünyada müxtəlif adlanan Hun, Göytürk, Oğuz, fərqli adlarla tanınıblar. Mərkəzi Asiya çöllərinin şərəksiz hakimləri olublar. Əsasən maldarlıqla məşğul olublar. Bunu qeyd eləyək. Otlaqlar, su mənbələri ardınca böyük çöldə, belə deyək, qərbdən şərqə, şərqdən qərbə köç eləyib. Avrasiya qitəsində də özlərinə dövlət, belə deyək, güclü dövlətlər yaradıblar. Qədim Hun tayfaları haqqında üzr istəyirəm. Qədim Hun tayfaları. Qədim Hun tayfaları haqqında məlumatlarımızı dəqiqləşdirək. Qədim Hunlar türk mənşəli köçəri tayfalar idilər və haqlarında ilk məlumat eramızdan əvvəl 2-ci minillikdə Çin mənbələrində rastlanılıb. Bir daha qeyd edirəm, Hunlar haqqında ilk məlumat eramızdan əvvəl 2-ci minillikdə Çin mənbələrində rastlanmışdır. Demək, Hunlar Orxon və Selenqa çayları arasındakı ərazilərdə yaşayırdılar. Biraz qeyd etdiyim kimi, özünüzə qeyd etdiyim kimi, əsas məşğuliyyətləri köçəli maldarlıq, sonra ovçuluq olub, dəmirçilik və zərgərliklə də məşğul olublar. Sərt iqlim xüsusiyyətlərinə görə daima yer dəyişmələr olublar və böyük çölün şərtlərinə uyğun, belə deyək, yaşayıblar və hətta övladlarını belə böyük çölün belə deyək, təbii vəziyyətinə görə uyğunlaşdırıblar. Oğlan uşaqlarına at çapmağı, hərb sənədini, ox atmağı öyrədiblər. Bəs yaxşı, Hunlarda ilk dəfə dövlət nə vaxt yaradılıb, ilk vahid dövlət nə vaxt yaradılıb, bunların yaradıcısı kim sayılır? Buna diqqət eləyək, buna baxaq. Teoman Tanhu. Teoman Tanhu. Eramızdan əvvəl 220-dən eramızdan əvvəl 209-cu ilə qədər hakimiyyətdə qalmışdır. Diqqət eləyək baxaq. Teoman Tanhu haqqında məlumatlar nədir? Eramızdan əvvəl 3-cü əsrin ikinci yarısında diqqət eləsəz, Mərkəzi Asiyanın ərazisində Böyük Hun dövləti, yəni eradan əvvəl 220-ci ildə Böyük Hun dövlətinin əsası Teoman Tanhu tərəfindən qoyulubdur. Nəzərinizə çatdırım ki, Böyük Hun dövlətinin birdən paytaxt olubdur, həmin paytaxt şəhəri Ötükən şəhəridir. Hunlar tarix boyu istər Teoman Tanhu'nun dövründə, istər Mete Xaqan dövründə bu həm Teoman Tanhu üçün, həm Mete Xaqan üçün oxşarlıq təşkil edir. Çinlə daimi mübarizə aparıblar. Hətta Çinlə apardıqları mübarizədə Çinlər Hunların yürüşlərinin, yəni türklərin yürüşünün qarşısını almaqda, yəni bunu Çin dərsinə daha genişcə izah eləyəcəm. Eramızdan əvvəl 214-cü ildə Çin səddini tikiblər. Çin səddinin tikilməsinin səbəbi nədən ibarətdir? Hun hücumların qarşısının alınmasına görə idi. Bəs yaxşı, Teoman Tanhu'dan sonra hakimiyyətə kim gəlib və dövləti necə idarə edib? Mete Xaqan. Hunlarda onu qeyd edim ki, Yabqu, Tanhu, Çağan, Xaqan, bunlar fərqli dövrlərdə hökmdarların titulları oldu. Mete Xaqan eramızdan əvvəl 209-dan eramızdan əvvəl 174-cü ilə qədər dövləti idarə edib. Mete Xaqana aid hadisələr nələrdir? Bunlara bir-bir diqqət eləyək. Demək, Mete Xaqanın dövründə Hun dövləti özünün ən qüdrətli dövrünü yaşayıb. Üzr istəyirəm, yaxşı yazılmadı, bir daha qeyd edin. Özünün ən qüdrətli dövrünü Mete Xaqanın dövründə yaşayıb. Demək, Mərkəzi Asiyada Hunların belə deyim, mövqeyi daha da möhkəmlənib. Mete Xaqanın dövründə ölkədə ordu sahəsində islahat keçirilib.
Mete Xaqanın ordu sahəsində keçirdiyi islahatlara görə, bunun xüsusi qeyd edilir ki, bu süvari orduları 10-luq, 100-lük, 1000-lik, 10 minlik dəstələr şəklində təşkil olunur və fit çalan oxlar, fitli yazılan fitli oxlar, fitli oxlardan orduda istifadə olunur. Fitli oxlar belə deyək, səs çıxarırdı və belə deyək, düşməni vahiməyə salmaq üçün istifadə olunurdu. Mete Xaqan Mərkəzi Asiyada yaşayan 26 tayfanı öz ətrafında birləşdirmişdi. Bundan başqa Monqol və Tibet tayfalarını özünə tabe edib. Monqol və Tibet tayfalarını özünə tabe edib və bir daha qeyd eləyək, Çinə qarşı eynən Teoman Tanhu kimi bu oxşarlıq təşkil edir. Çinə qarşı yürüşlər təşkil edib. Mete Xaqana aid olan hadisələri bir daha sadalayaq. Demək, Mete Xaqanın dövründə dövlət özünün ən qüdrətli dövrünü yaşayıb. Mete Xaqanın dövründə mərkəzi hakimiyyət möhkəmlənib, ordu sahəsində islaha keçirilib. Süvari ordunu 10-luq, 100-lük, 1000-lik, 10 minlik dəstələrə bölüblər. Ordu islahatına görə fitli oxlardan orduda istifadə olunur. Fitli oxlar döyüş vaxtı belə deyək, düşmənə atılır və belə deyək, qarşıdakı düşməni vahiməyə salmaq üçün istifadə olunurdu. Mərkəzi Asiyada yaşayan bütün 26 tayfanı öz hakimiyyəti altında birləşdirib Monqol və Tibet tayfalarını, diqqət eləyək buna, vacibli məlumatlardan, çox vacibli məlumatlardan biridir. Monqol və Tibet tayfalarını özünə tabe edib və Çinlə mübarizəsi, Çinlə yürüşləri hansı istiqamətdə olub, bunun haqqında geniş danışaq. Mete Xaqanın Çinlə mübarizəsi. Demək, eramızdan əvvəl 200-cü ildə Pinçen yaxınlığına baş vermiş həlledici döyüşdə Mete Xaqan döyüşdə Turan taktikasından bir çox döyüşlərdə istifadə olunub. Hər dəfə dərsləri izah eləyəndə bunu qeyd eləyəcək. Turan taktikasını istifadə eləyərək Çinin qüvvələrini məğlub etmişdir. Və eramızdan əvvəl 200-cü ildə belə deyək, Pinçen döyüşündən sonra eyni adlı yerdə Pinçendə sülh müqaviləsi bağlanıb. Eramızdan əvvəl 200-cü ilə bağlanmış Pinçen sülhünün bəs şərtləri hansılardır? Pinçen sülhünün şərtlərinə görə bir, hər il Çin Hunlara ipəklə xərac ödəməlidir və Çin asılı vəziyyətə düşürdü. Şimali Çin Hun dövlətinə keçir. Müqavilənin 3-cü bəndinə görə Çinin ticarət yolları Hunların nəzarətinə keçməsi ilə bağlı Çin imperatoru bu şərtlə razılaşırdı. Bir daha qeyd edirəm Pinçen sülhünün şərtlərini. Birinci şərt, hər il Hunlara xərac ödəməli idilər. Çinlilər beləliklə Çin asılı vəziyyətə düşürdü. Şimali Çin Hun dövlətinə verilirdi. Çinin ticarət yolları Hunların nəzarətinə keçməsi ilə Çin imperatoru razılaşırdı. Beləliklə Mete Xaqanın apardığı işğalların nəticələri hansılar olubdur? Mete Xaqanın apardığı işğallar nəticəsində Asiya Hun dövləti imperiya çevrilibdir. Böyük İpək yoluna nəzarət Hunlara keçibdir. Bir daha qeyd edirəm, Mete Xaqanın apardığı işğallar nəticəsində Asiya Hun dövləti imperiya çevrilibdir. Böyük İpək yolu Hunların nəzarətindən keçibdir. Bəs yaxşı, Asiya Hun dövləti nə vaxt parçalanıb? Asiya Hun dövləti necə parçalanıb? Buna diqqət eləyək. Demək, Asiya Hun dövləti eramızdan əvvəl 1-ci əsrin əvvəllərində Asiya Hun dövləti Çinin təsiri ilə daxili çəkişmələr nəticəsində zəifləməyə başlayıb. Demək, Xan sülaləsinin hökmdarları Çinin sarayında hansı belə deyək, funksiyalar yerinə yetirirdilər? Hansı tədbirlərə əl atırdılar ki, Çin dövləti zəifləsin? Demək, Hun dövlətinin parçalanması və süqut.
Asiya Hun dövlətinin parçalanması və süqutu bir daha qeyd edirəm. Eradan əvvəl 1-ci əsrin əvvəlindən başlayıb. Xan sülaləsinin hökmdarları Asiya Hun dövlətini zəiflətməyə meyilli idi və hansı proseslərdən istifadə edirdilər? Demək, Hun sarayına öz qızlarını gəlin kimi göndərirdilər, yəni belə deyək, nikah diplomatiyasına istifadə edir və Hunların döyüş taktikalarını istifadə edib onlara qarşı mübarizəyə başlayırlar. Eramızdan əvvəl 58-ci ildə Hun dövləti iki hissəyə parçalandı. Demək, çünki eradan əvvəl 58-də anası Çinli olan Hun şahzadəsi Hun dövlətini Çinə belə deyək, tabe eləmək istəyir. Bundan sonra Hunlar da daxili çəkişmələr başlayır və eradan əvvəl 58-ci ildə Hun dövləti iki hissəyə parçalanır. Şərq Hunlarına və Qərb Hunlarına parçalanıbdır. Belə deyək, yəni Qərbi Asiya Hun dövləti və Şərqi Asiya Hun dövlətinə parçalanıbdır. Şərqi Asiya Hun dövləti Çinə tabe olmuş, sonra müstəqillik əldə eləsələr də sona qədər öz müstəqillərini qoruya bilməmiş və bizim eranın 3-cü əsrində süqut etmişdir. Bəs yaxşı, Qərb Hunları haqqında biz nə deyə bilərik? Qərb Hunların başçısı Çiçi Tanhu idi. Çiçi Tanhu Qərb Hunların başçısıydı. Bir müddət müstəqilliyin qorusa da Çin tərəfindən eradan əvvəl 36-cı ildə müstəqil olub və belə deyək 36-cı ildə də süqut edib. Yəni çox qısa müddət Qərbi Asiya Hun dövləti mövcud olubdur. Bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Qərbi belə deyək Asiya Hun dövləti ilə bağlı. Qərbi Asiya Hun dövləti. Qərbi Hunlar. Qərbi Hunlar Çiçi Tanhun hakimiyyəti dövründə Tanrı dağının şimalına, İssik gölün ətrafına qədər əraziləri tabe edib ölkənin sərhədlərini qərbə doğru genişləndiriblər. Eramızdan əvvəl 36-cı ildə Qərbi Hun dövləti üzərinə hücum eləyiblər və daha doğrusu Çin Qərbi Hun üzərinə hücum eləyib və bu hücumun nəticəsində Ötükən şəhəri tutulub, İpək yolu üzərində şəhərlər qarət olunubdur. Hunlar döyüşüb məğlub olublar və Qərbi Asiya Hun dövləti həm bir daha qeyd edirəm, eradan əvvəl 36-cı ildə yaranması da eradan əvvəl 36-cı ildədir. Süqut tarixi də eramızdan əvvəl 36-cı ildədir. Bu belə. Hunlarda idarə sistemi necədir? Hunlar dövlət idarə sistemini necə aparırdılar? Hansı proseslərdən istifadə edirdilər? Üzr istəyirəm. Hunlar nələrdən istifadə edirdilər? Bir baxaq. Bunlara diqqət eləyək. Hunların idarə etmə sistemi demək, yaşayış yeri, yurt, el adlanırdı. Bu söz, belə deyək, bu söz dövləti olan xalqı ifadə edirdi. Yəni, elin təməlində dövlət və xalq dayanırdı. Hunlar onlara hakimiyyətin Tanrı tərəfindən gəldiyini inanırdılar. Hun tanhuları göy tanrının yer üzərindəki nümayəndələri hesab olunurdu. Məsələn, keçmiş dərsimizdə Misirdə necə deyirdik ki, fironlar özlərini günəş oğlu hesab edirdilər və elə adlandırırdılar. Hökmdarların hakimiyyəti əksər quldar dövlətlərdə olduğu kimi irsən keçirdi. İskitlərdə olduğu kimi ordunun əsasını süvarilər təşkil edir. Demək, İskitlərlə Hunların ordusunda oxşar cəhət nədir? Əsasını süvarilərin təşkil etməsidir. Bəs yaxşı, Hunların dini inancı hansı formada idi? Hunların dini inancı. Dini inanc sistemi necə idi? Hansı belə deyək, addımlar atırdılar, belə deyək, hansı tanrılara inanırdılar. Hunlarda da belə deyək, çox tanrılıq mövcud idi. Hunlar göy tanrıya sitayiş edirdilər, yaradılışın ondan gəldiyinə inanırdılar. Günəş, ay tanrıları da onların inanclarına xüsusi yer tuturdu. Hunlara görə tanrının yaratma hadisələrə belə deyək, daxil olması, tanrının göy hadisələrə müdaxilə eləməsi qut xoşbəxtlik, səadət, ilham mənasını verir və bu yolu gerçəkləşdirirdi. Hun inancında şamanizm deyə bir şey var. Bu şamançılıq nədir? Şamanizm nədir və necə istifadə olunur? Hunlar şamanların göy tanrı ilə, yəni şamanizmin mahiyyəti nədir?
Göy tanrı ilə insanlar arasında vasitəçi olan adama şamanlar deyirlər. Yəni şamanizmin yəni Hunlarda dini inancında şamanizmin mahiyyəti budur. Göy tanrısı ilə insan arasında, yəni bəndə arasında rabitə əlaqəsini yaradan insana şamanlar deyirlər. Bu Hun haqqında məlumatdır. Qədim Hun dövləti haqqında məlumatdır. Asiyon dövləti. Çin. Qədim Çin haqqında məlumat. Qədim Çin. Çin yenə Hunlar kimi Asiya qitəsində yerləşirdi. Asiya qitəsinin şərqində olublar. Çinin qərbi təbii maneələr olan dağ silsilələri, şərqi Sakit Okeana çıxış olan dənizlərlə əhatə olunmuşdur. Çində, məsələn, biraz öncə qeyd elədik, Hunlarda Orxon və Selenqa çayları var idi. Çində isə 2 çay. Huanghe və Yansız çayları mövcud idi. Bir daha qeyd edirəm, qədim Çində Huanghe və Yansız çayları mövcud idi. Bu çaylardan Huanghe çayını necə adlandırırdılar? Huanghe çaylarını belə qısaca yazın, fərqli adlarda necə adlandırırdılar? Huanghe çayı Çinin bəlası, min fəlakət çayı, azan çayı, qəlbə kədər gətirən çay adlandırılır. Bunun da səbəbi nədir? Huanghe çayı hədsiz çox daşırdı və belə deyək, öz sahilində yerləşən əkin sahələrini, insanların yaşadığı məskənləri, yəni evləri dağıtdığına görə bu cür adlandırırdılar və Huanghe çayı eynən Nil çayı kimi daşırdı, amma Huanghe çayının bir fərqi var idi ki, Huanghe çayı tez-tez daşırdı və onu belə deyək, ram eləmək biraz çətin idi. Ancaq eynən Misirdə necə dambalar var idisə, yəni Nil çayının önünə çəkib dambalar tikirdilərsə və əkin sahələrini daşqınlardan qoruyurdularsa, qədim Çində də bu prosesdən istifadə edib Huanghe çayının qarşısına bəndlər tikib, belə deyək, Huanghe çayını ram eləməyi bacarırdılar. Çində erkən sivilizasiya Çində erkən sivilizasiya eramızdan əvvəl 3-cü və 2-ci minilliklərdə Huanghe çayının ətrafında yaranmışdır. Çində ilk quldar dövlət nə vaxt meydana gəlibdir? Çində ilk quldar dövlət. Buna çox diqqət edin. Bir məsələ var, onu nəzərinizə çatdıracağam. İlk quldar dövlət. Eradan əvvəl 2-ci minillikdə Şan qəbilələri. Eradan əvvəl 2-ci minillikdə Çində ilk dövləti Şan qəbilələri yaradıb. Məsələ nədir? Çində ilk vahid dövlət məsələsi var və ilk, belə desək, ilk dövlət var. İlk yaradılan quldar dövlət var. Qəbul imtahanlarına, xüsusilə abituriyentləri çaşdıran məsələ nədir? Və çox vaxt qəbul imtahanlarında, bu proseslərdə, belə deyək, qəbul prosesində bu cür testlərdən çox istifadə olunur. Yəni abituriyentin diqqətini yoxlayır ki, abituriyent bu prosesi həqiqətən bilirmi? Abituriyent bunu ayırd eləyə bilirmi? Bunun diqqətinizə çatdırıram ki, siz də bilin. Çində ilk dövlət nədir? Çində ilk dövlət Şan qəbilələrdir və eradan əvvəl 2-ci minillikdə yaranıb. Bunu niyə dönə-dönə qeyd edirəm? Çünki birazdan sizə Çində vuruşan padşahlıqlar dövrü başa çatandan sonra Çində ilk vahid dövlətin yaranma məsələsi var. İlk vahid dövlət eradan əvvəl 3-cü əsrdə, yəni 221-də yaranacaq. Birazdan onu qeyd eləyəcəm. Ancaq Çində əgər sizə xronoloji ardıcıllıqda ilk dövlətin yaranması soruşsa, ilk dövlət belə deyək, Çində nə vaxt yaranıb desə, biz eramızdan əvvəl 2-ci minillikdə Şan qəbilələrinin yaratdığı dövləti götürəcəyik. Ancaq Çində ilk vahid dövlətin yaranması desə, təbii ki, eradan əvvəl 221-ci ili götürəcək. Buna çox diqqət eləməliyik. Bir daha qeyd edirəm. Çində ilk quldar dövlət eradan əvvəl 2-ci minillikdə, ancaq ilk vahid dövlət isə eradan əvvəl 3-cü əsrin ikinci yarısında. Birazdan onu qeyd eləyəcək və ətraflı şəkildə danışacaq. Çində ilk quldar dövlətin yaranmasına gedən yol hansı prosesdən keçib? Vuruşan padşahlıqlar dövrü. Vuruşan padşahlıqlar dövrü.
Vuruşan padşahlıqlar dövrü Çində eramızdan əvvəl 4-cü əsrin sonu, eramızdan əvvəl 3-cü əsrin ikinci yarısına qədər davam edibdir. Hər birinizə deyirəm, bunu xüsusi qeyd kimi qırağa yazıb, kənara yazıram və sizə bir qeyd deyirəm, bunun öz dəftərinizə və ya da kitabınıza bir yerə qeyd edə bilərsiniz. Məsələ nədir? Çində əgər xronoloji ardıcıllıq versə və sizə belə bir sual təqdim edilsə, orada yazsa ki, Çində bütün quldar dövlətlərin ləğv edilməsi yazsa, eramızdan əvvəl 3-cü əsrin ikinci yarısı, yəni vuruşan padşahlıqla dövrün sona çatdığı tarix 221-ci ildə Sin sülaləsinin yaranması ilə bağlıdır. Bir daha qeyd edirəm qeydi, bunu xüsusi qeyd edə bilərsiniz dəftərinizə və yaxud da kitabınıza. Çində quldar dövlətlərin ləğvi əgər deyirsə sizə xronoloji ardıcıllıqda sizdən soruşursa, eradan əvvəl 221-ci ili, yəni 3-cü əsrin ikinci yarısını rahatlıqla götürə bilərsiniz, cavab düzgün çıxacaq. Çində eradan əvvəl 4-cü əsrin sonundan 3-cü əsrin ikinci yarısına qədər vuruşan padşahlıqlar dövrü başlayıb. Burada kiçik quldar dövlətlər bir-biri ilə mübarizə aparıb. Necə ki Misirdə nomlar bir-biri ilə mübarizə aparırdı. Yəni 40 nom idi, ən sona yuxarı aşağı Misir padşahlığı qalmışdı. Burada da vuruşan padşahlıqların, balaca belə deyək, padşahlıqların ən sonda qalanı kim idi? Vuruşan padşahlıqlar dövrü nəticəsində Sin sülaləsinin nümayəndəsi Sin Şixuandi eramızdan əvvəl 221-ci ildə Çin dövlətini ancaq necə ilk vahid dövlətin əsası qoyulubdur. Bir daha qeyd edirəm, ilk dövlət eradan əvvəl 2-ci minillikdə Şan qəbilələri yaradıbdır. Ancaq ilk vahid dövlət eramızdan əvvəl 221-ci ildə Sin sülaləsinin nümayəndəsi Sin Şixuandi tərəfindən əsası qoyulubdur. Sin Şixuandinin hakimiyyət dövründə hansı proseslər baş verib? Bunu qeyd edib, ondan sonra sadalayaq. Çinin ilk imperatoru adlanırdı. Sin Şixuandi belə deyək, hakimiyyəti dövründə hansı proseslər baş veribdir? Bu eramızdan əvvəl 221-dən 206-cı ilə qədər, yəni eradan əvvəl 206-cı ilə qədər hakimiyyəti olub. Sin Şixuandinin dövründə Çin ilk dəfə vahid dövlətə birləşdirildi. Vahid ölçü, vahid çəki, vahid pul sistemi tətbiq olunubdur. Ölkəni 36 vilayətə bölüb, yəni belə deyək, 36 fərqli vilayətə bölübdür və hər birinə məmur. Buna canişin nə demək olar? Canişin təyin edibdir. Çində mərkəzləşdirilmiş dövlət idarə sistemini yaradan soruşsa sizdən xronoloji ardıcıllıqda bu Sin sülaləsinin dövrünə düşür, yəni Sin sülaləsinə aiddir. Və bunu xüsusi qeyd edəcəm. Eradan əvvəl 214-cü ildə Böyük Çin səddini tikdirib. Böyük Çin səddi Sin sülaləsinin tikilməsi Sin sülaləsinin dövründə başlayıb, Xan sülaləsinin dövründə yekunlaşıbdır. Böyük Çin səddinin salınmasının səbəbi Çinlilərin uzun müddət müharibə apardığı Hunların yürüşünün qarşısını almaq üçün idi. Bəs yaxşı, Sin Şixuandi hakimiyyətdən gedəndən sonra, yəni Sin sülaləsi hakimiyyətdən gedəndən sonra hansı sülalə hakimiyyətə gəldi? Xan sülaləsi. Eramızdan əvvəl 206-cı ildən bizim eranın 3-cü əsrin əvvəlinə qədər hakimiyyətdə oldular. Xan sülaləsinin hakimiyyəti dövründə hansı hadisələr baş verib? 1. Eynən Sin sülaləsində olduğu kimi Hunlarla mübarizə davam etdirilib. Bu 1. Çinlilər Hunların döyüş taktikalarını öyrənib və bu mübarizədə onlara qarşı uğur qazanmağa çalışıblar. Asiya Hun dövlətinin şərq hissəsi Çin əsarətinə düşüb. Xan sülaləsinin dövründə Asiya Hun dövlətinin şərq hissəsi Çin əsarətinə düşüb. Xan sülaləsinin dövründə işğalçı müharibələr genişlənib. Koreya və Vyetnamın ərazisi,
Koreya və Vyetnamın ərazisi işğal olunubdur. Çinin sərhədləri genişləndirilibdir. Çin dünya ticarətinə çıxış yolları təmin edilib. Buna çox diqqət eləmək lazımdır. Mən sizə Xan sülaləsi dövründə eramızdan əvvəl 2-ci əsrdə böyük İpək yolu haqqında danışmaq istəyirəm. Böyük İpək yolu Xan sülaləsinin dövründə salınıb. Yəni eradan əvvəl 2-ci əsrdə Xan sülaləsinin dövründə salınıb. Bir məsələni nəzərinizə çatdırım. Bir daha xronoloji ardıcılığa toxunacağam. Böyük İpək yolu ola bilsin ki, qəbul imtahanında bunu bu cür təqdim eləməz. Belə yazar. Çinin ümumdünya ticarət yollarına qoşulması. Çinin dünya ticarət yollarının çıxışının təmin edilməsi. Nə vaxtdır? Sizdən soruşsalar, nə zamandır? Eramızdan əvvəl 2-ci əsrdə böyük İpək yolunun salınması iləndir. Nəzərinizə çatdırım. Xan sülaləsinin dövründə əgər bunu mən öz şagirdlərimə də deyirəm və sizlərə də deyirəm, işte ola bilər bəlkə yadınızdan çıxarsınız. Yəni sadə bir şeydir, ümid edirəm yadınızdan çıxarmarsınız. Fikir versinizsə, Xan sülaləsi X hərfi ilə başlayır. Yəni Çində əgər sizdən vahid xalqın yaranmasını soruşsa, vahid xalq burada da X hərfidir, burada da Xan sülaləsində X hərfidir. Buna diqqət edə bilərsiniz. Vahid xalqın yaranması Çində Xan sülaləsinin dövründədir. Bəs yaxşı, Xan sülaləsinin dövründə Çinə qarşı baş verən üsyanlar hansılardır? Baxaq, bunları diqqət eləyək. Silək, bunu da silək. Yaxşı, Xan sülaləsi dövründə hansı üsyanlar baş veribdir? 1. Bu elə sarı rəng olsun ki, yadınızda da ümid edirəm qalar. Əvvəlcə qırmızı qaşlılar, sonra sarı sarıqlar. Qırmızı qaşlı üsyanı, bizim eranı, 1-ci əsri, dəqiq tarixinə 18-ci il. Bir daha qeyd edeyim. Qırmızı qaşlıların üsyanı, bizim eranın 1-ci əsri, dəqiq tarixi ilə 18-ci ildə baş verib. Və sarı sarıqlılar üsyanı. 184-cü il, bizim eranın 184-cü ilində baş veribdir. Bu üsyanlar haqqında sizə məlumat verim. Belə deyək, Çində bu üsyanlar niyə baş veribdir, nədən baş veribdir, hansı belə deyək də vəziyyətlər, Çində olan hansı proseslər bu üsyanların baş verməsinə səbəb oldu. Xan sülaləsinin yıxan üsyanlar. Demək, eramızın belə deyək, 1-ci əsrində baş verən qırmızı qaşlı üsyanı və sarı sarıqlı üsyanın səbəbləri nələrdir? Kəndlilərin və qulların amansız şəkildə istismar olması, vergi və torpağın ağır şərtlərlə icarəyə verilməsi idi. Əyan və sərkərdələr arasında çəkişmələrdir və bunların nəticəsində bizim eranın 1-ci əsrində, yəni 18-ci ilində qırmızı qaşlılar üsyanı baş veribdir. Qırmızı qaşlı üsyançıları üsyanda fərqlənməkdə ilə qaşlarını qırmızı rəngə boyurdular. Ancaq üsyan son anda Xan sülaləsi tərəfindən amansızlığa yatırılıb. Qeyd edirəm, üsyanların hər ikisi Xan sülaləsinə qarşıdır. Sarı sarıqlılar üsyanı eramızın 2-ci əsrin sonlarına, yəni 184-cü ildə baş verib. Çıjan qardaşları sarı sarıqlılar üsyanına başçılıq eləyirdi. 20 ildən, yəni üsyanda fərqlənməkdə ilə bəlli məsələdir. Başlarına sarı sarıq bağlayırdılar. 20 ildən artıq davam edib, yəni təqribən 204-cü ilə qədər çəkibdir. 204 bayaq qeyd etdiyim kimi Xan sülaləsi 3-cü əsrin əvvəlində devrilib. Bunu 204 də götürmək olar. Çünki belə deyək, sarı sarıqlar üsyanın nəticəsində devrilibdir bu. Xan sülaləsi və sarı sarıqlar üsyanının nəticəsində Xan sülaləsi zəifləyib və
3-cü əsrin əvvəllərində dövlət süqut eləyib. Bundan sonra Çin yenidən xırda dövlətlərə parçalanıb. Məsələn, mən belə bir qəbul sualı görmüşəm. Onu deyim ondan sonra. Eradan əvvəl yazıb 3-cü əsrin əvvəli Çin. Əvvəli Çin. Bir dəqiqə. Belə bir qəbul sualı görmüşəm. Eramızdan əvvəl 3-cü əsrin əvvəllərində Çin. Eramızdan əvvəl 1-ci minillikdə 1-ci minilliyin əvvəlində Misir tarixinə aid bir oxşarlıq, belə bir sual görmüşəm və onu sizinlə nəzərdə çatdırım. Eramızdan əvvəl bizim eranın 3-cü əsrin əvvəlində Çin, eradan əvvəl 1-ci minilliyin əvvəllərində Misir padşahlığına, ya Misir dövlətinə aid oxşar cəhət nədir? Dövlətin parçalanması. Hər ikisinə aiddir. Bizim eranın 3-cü əsrin əvvəllərində Çin, eradan əvvəl 1-ci minilliyin əvvəllərində Misir, belə deyək, fərqli və xırda dövlətlərə parçalanıbdır. Bu da Sarısaqlar üsyanı. Çin mədəniyyəti haqqında nə deyə bilərik sizə? Çin mədəniyyəti. Çin mədəniyyətində yazı. Çinlilərin və Misirlilər üçün oxşar cəhət nədir? Hər ikisi heroqlif yazılardan istifadə edib. Çində heroqlif yazı eradan əvvəl 2-ci minillikdə istifadə olunubdur. Heroqliflərdən istifadə olunubdur. Yəni Çində vahid dövlətin yaranmasından sonra yazı daha da təkmilləşibdir və ilk vasitə kimi bambuk lövhələrdən yazı material kimi istifadə olunurdu. İmperatorun fərmanları isə ipək parçalar üzərinə yazılırdı. Xan sülaləsinin dövründə yazı material kimi kağızdan istifadə olunub. Çində elm. Çində elm haqqında danışır. Demək, fəsillərin dəyişməsi, təbiət hadisələri, səmət cisimlərin müşahidəsi nəticəsində dəqiq təqvim yaradıblar. Bu yenə Misir mədəniyyəti ilə oxşar cəhətdir. Demək, heroqlif yazıdan istifadə olunma, təqvimdən istifadə olunma həm Çin, həm Misir mədəniyyəti üçün oxşar cəhətdir. Tacir və səyyahlar, demək, ölkə ərazisinin gəzir səfərlər nəticəsində dağlar və dənizlər haqqında kitab yazıb. Dənizçilər və səyyahlar, bunu qeyd edeyim, kompas ixtira ediblər. Çin tarixindən bəhs edilən əsərlər yazılıb. Bunlardan ən məşhuru eramızdan əvvəl 2-ci əsr, bizim eranın 1-ci əsrində Sima Tısyanın tarixi qeydlər kitabıdır. Hətta Sima Tısyanı Çin tarixinin Herodotu da adlandırırlar. Bunu nəzərinizə çatdırım. Çində memarlıq, belə deyək, evlər ağacdan, hökmdar sarayları varlayanların evləri isə daşdan tikilirdi. İçərisi Çin məişətinə uyğun hazırlanırdı. Çində dini təlim hansıdır? Buna diqqət eləyək. Çünki Hindistanda da belə bir dini təlim var. Konfutsi təlimi. Konfutsi Çində müdriklik sənəti olan fəlsəfənin inkişafına səbəb oldu. Konfutsi təlimi eramızdan əvvəl 6 eramızdan əvvəl 5-ci əsrlərdə Çin ərazisində yayılmağa başlayıb. Demək, bilici adını almaq üçün, bax bu adı almaq üçün, necə siz imtahana hazırlaşıb tələbə adı qazanmaq istəyirsinizsə, və buna görə imtahan verirsinizsə, bilici adını da qazanmaq üçün imtahan verilməlidir. Konfutsi təlimini belə deyək, Sin sülaləsi qəti surətdə rədd eləyir, yəni onu qəbul eləmirdi. Hətta onu belə deyək, Konfutsi təliminə inanan, onun yolunu gedən insanları təqib eləyirdilər.
Ancaq Xan sülaləsinin dövründə rəsmi ideoloji səviyyəyə qalıb. Yəni bu tərsdir bunların siyasətinə. Sin sülaləsi dövründə rədd olunan bir şey, yəni belə deyək, Konfutsi təlimi rədd edilsə də, Xan sülaləsi dövründə ideoloji səviyyə qaldırılmışdı. Çin haqqında da bu qədər. Sizə qədim Hindistan haqqında məlumat verim. Qədim Hindistan, belə desək, Hindistan da Asiya qitəsinin cənubunda yaranıbdır. Hindistan Asiya qitəsinin cənubunda yerləşir. Belə deyək, ölkədə ən hündür, belə deyək, dünyanın hətta ən hündür dağı, Himalay dağı Hindistanı başqa ölkələrdən ayırır və ölkəni soyuq şimal küləklərindən qoruyurdu. Bir çaylarımızı, keçdiyimiz dərslərdən çayları nəzərimizə salaq. Demək, Misirdə Nil çayı, Şumerlərdə, yəni Mesopotamiyada Dəclə və Fərat çayı, Çində Xuanxe və Yansız çayları, Hunlarda Orxon və Selenqa çayları, Hindistanda isə 2 çay. Hind və Qanq çayları mövcud idi. Bir daha qeyd edirəm, Hindistan arasında 2 dənə çay, yəni Hind və Qanq çayları mövcud idi. Bu çaylar böyük daşqınlara səbəb olmuşdu. Hindistanın ən qədim şəhərləri, yəni Hindistanda sivilizasiya nə vaxt yaranıb, Hindistanda İlkin şəhər mərkəzləri, ilkin şəhər mədəniyyətləri nə vaxtı, nə zamanda onu dəqiqləşdirək. Demək, Hindistanda eramızdan əvvəl 3-cü minillikdə Mohenjo-Daro və Harappa. Mohenjo-Daro və Harappa şəhər xarabalıqları aşkar olunmuşdu. Bunlar Hindistanda ilkin şəhər mədəniyyətlərini, ilkin sivilizasiyanın yaranmasını göstərir. Mohenjo-Daro şəhəri əhali içməli su ilə təchiz edən su kəməri, kanalizasiya sistemi mövcud oldu. Harappada isə 2 və 3 mərtəbəli evlər, böyük taxıl anbarları, yoxsul komaları, sənətkar emalatxanaları olub, belə desək, hətta sirri açılmayan Harappalıların indiyə qədər də sirri açılmayan öz yazıları olub. Eramızdan əvvəl 2-ci minillikdə hər iki şəhərin əhalisi bilinməyən səbəblərdən şəhəri tərk ediblər. Bəs yaxşı, Hindistana İlk dəfə hansı tayfalar köç eləyib? Bu tayfalar Hindistanda hansı funksiyonu yerinə yetiriblər, hansı rolu oynayıblar? Ari tayfaları. Eramızdan əvvəl 2-ci minillik. Ari tayfaları eramızdan əvvəl 2-ci minillikdə köçəri Ari tayfaları şimal-qərbdən Hindistana köç eləyiblər. Ari tayfalarına aid olan proseslər nələrdir? Racələr başçılıq eləyir, yerli əhali ilə qarışıb oturaq həyata keçiblər, əkinçiliyinə məşğul olublar. Eramızdan əvvəl 11-ci əsrdə dəmir emal etməyi öyrəniblər. Məsələ nədir? Eramızdan əvvəl 7-ci əsr Azərbaycan, eradan əvvəl 6-5-ci əsr Çin, eramızdan əvvəl 11-ci əsr Hindistan tarixi üçün oxşar cəhət nədir? Dəmirin istehsal olunmasıdır. Nəzərinizə çatdırım ki, istənilən dövlətdə, hansı dövlət verirsə versin, səbəb-nəticə suallarında, əgər sizə təqdim olunsa ki, X bir dövlətdə dəmirin emal olunması nəticəsi, nəzərinizə çatdırım ki, dəmir emal olunandan sonra təsərrüfatda inkişaf gedibdir. Ari tayfaları haqqında başqa bir məlumat nədir? Ari tayfalarının köçü nəticəsində Hindistanda vahid xalq formalaşıb. Bayaq qeyd elədiyim kimi, Çində vahid xalqın yaranması Xan sülaləsinin dövründədir. Hindistanda xalqın yaranması Ari tayfalarının ölkə ərazisinə yürüşü ilə, yəni eradan əvvəl 2-ci minillikdə baş verən proseslərlə belə deyək, aydın olur bizə. Hindistanda ilk dövlətlərin yaranması nə vaxtdır? Hindistanda digər dövlətlərdə olduğu kimi müharibələrdən əsir götürülmüş insanlar qula çevrilir və qulları, məsələn, Misirdə nə adlandırırdılar? Yadımıza salaq, Misirdə qulları adlandırırdılar canlı ölülər. Hindistanda isə qulları bu cür adlandırırdılar. Yad düşmən.
Hindistanda qulları yad düşmən adlanırlar və ən çox müharibələrdə belə deyək, əsir götürülmüş insanları qula çevirirlər. Bayaq qeyd etdiyim kimi, racələr əvvəlcə başçı seçilir, tədricən padşaha çevrilirdilər, hakimiyyət öz övladlarına irsən ötürülürdü. Vahid dövlətin olmaması ölkənin, bu bütün dövlətlər üçün problemdir. Vahid dövlətin olmaması ölkənin müdafiəsini çətinləşdirirdi. Eramızdan əvvəl 6-cı əsrin sonunda Əhəmənilər dövləti Hindistan ərazisinə hücum edib. Sizin nəzərinizə bir məsələni çatdırmaq istəyirəm. Demək, bizə əgər oxşarlıq versə, eramızdan əvvəl 6-cı əsr Hindistan və eramızdan əvvəl 6-cı əsr Misir tarixi üçün oxşar cəhət nədir? Əhəmənilərin hücum etməsidir. Əhəmənilər Hindistanın şimal-qərb ərazilərini işğal edib özlərinə tabe ediblər. Ancaq Əhəmənilərin Hindistanı tabe eləməsi Makedoniyalı İskəndərin Hindistana yürüşünə qədər davam edibdir. Makedoniyalı İskəndər eramızdan əvvəl 327-ci ildə Hindistana yürüş edib. Bu yürüş necə nəticələnib? Makedoniyalı İskəndər hansı addım atıb? Niyə Hindistana girə bilməyibdi? Hansı ərazilər qədər Hindistan tutub baxaq. Eradan əvvəl 327-ci ildə Makedoniyalı İskəndər Hindistana yürüş edib. Yürüş edib və Hind çayına qədər olan Hind torpaqlarını ələ keçirib. Ancaq Hindistan içlərinə doğru girə bilməyibdi. Yəni belə deyək, digər ərazilərini işğal eləmək istəsə də Hindistanı işğal eləyə bilməyibdi. Hindistanı işğal eləyə bilməməsinin iki səbəbi var. Hindistanı işğal eləyə bilməməsinin iki səbəbi var. Bu səbəb nədir? 1. Əskərlərin yorulub yürüşü davam etdirməkdən imtina eləməsidir. İkincisi, Hind əhalisinin güclü müqaviməti ilə üzləşməsi səbəbindən Makedoniyalı İskəndər Hindistana daxil ola bilməyib. Yəni, əgər bizə uyğunluq sualı versə qəbul imtahanlarında və yaxud da MİQ imtahanlarında, sertifikasiya imtahanlarında bizə uyğunluq sualı versə, biz bir dəfə buna diqqət eləyəcək ki, İskəndər Hindistanı işğal eləyə bilməyibdir. Bəs yaxşı, Makedoniyalı İskəndərin ölümündən sonra Hindistanda hansı proseslər cərəyan eləyibdir? Eramızdan əvvəl 323-cü ildə Makedoniyalı İskəndər ölümündən sonra Makedoniya imperiyası, bunu yazmağıma əhəmiyyətlisi idi. Eradan əvvəl 323-cü ildə İskəndərin ölümündən sonra Makedoniya imperiyası dağılır və Hindistanda Yunan-Makedoniya işğalına qarşı mübarizəyə başlayır. Bu mübarizəyə Maurya sülaləsindən olan hökmdarlar xüsusilə Chandragupta fəal belə deyək, mübarizə apardı və müqavimət göstərirdi. Tezliklə Hind çayı hövzəsindəki ərazilərin bir hissəsi azad olunubdu. Maurya sülaləsinin ən qüdrətli nümayəndəsi kim idi? Maurya sülaləsinin ən qüdrətli nümayəndəsi Ashokadır. Ashoka eramızdan əvvəl 3-cü əsrin ikinci yarısında Hindistanda vahid dövlət yaradıb. Demək, vahid dövlət. Demək, eradan əvvəl 3-cü əsrin ikinci yarısında vahid dövlət yaradan dövlətlərimiz hansılar oldu? Hindistan oldu, Çin oldu, bir də Hun oldu. Ashokanın dövründə hansı proseslər baş veribdir? Ashoka hansı tədbirlərə əl atıbdır? Hansı tədbirləri yerinə yetirib, buna diqqət eləyək. Eradan əvvəl 3-cü əsrin ikinci yarısında Hindistanı vahid dövlətdə birləşdirib, bir sıra islahatlar keçirib, bu islahatları xalqa çatdırmaq üçün ölkənin müxtəlif yerlərinə 33 kitabə qoydurub. Hindistan tarixində Buddizm dininin əsas himayədarı və təbliğatçısı kimi yadda qalıb. Ancaq Ashokanın vəfatından sonra dövlət zəifləyib və eramızdan əvvəl 180-ci ildə Maurya sülaləsi süqut elədi eradan əvvəl 180-ci ilə. Maurya sülaləsi bir daha qeyd edirəm, Ashokan ölümündən sonra zəifləyib. Və yaxşı, bəs Hindistanda kasta quruluşu nədir? Hindistanda kasta quruluşu nədən bəhs eləyir? Bu hansı prosesdir? Hind mədəniyyətində, belə desək, Hind qanunlarında necə yer tutubdur? Hindistanda kastalar nələrdir? Hindistan kastaları. Kastalar nədir? Kasta quruluşu nədir? Buna diqqət eləyək. Eramızdan əvvəl 12-ci əsrdən eramızdan əvvəl
11-ci əsrə qədər davam edib. Kastalar qəti müəyyənləşdirilmiş insanların hüququ və vəzifələridir. Məsələn, əgər bir uşaq doğulursa, Hindistanda valideynlər brahman idisə, məsələn, brahman olaraq doğulurdu. Fərqli təbəqələrə bölünürdü. Brahmanlar idi, döyüşçülər idi. 3-cü təbəqəyə tacir sənətkarlar daxil idi. 4-cü təbəqədə nökərlər daxil idi. Və kasta, belə deyək, özünə məxsusluğu bundan ibarət ki, bu irsi keçirdi. Məsələn, əgər hər hansısa bir uşaq doğulurdusa, dünyaya gəlirdisə və həmin uşağın valideynləri nökər idisə, o uşaq da dünyaya nökər kimi gəlirdi. Hindistan mədəniyyəti. Hindistan mədəniyyəti. Hindistan mədəniyyətində yazı. Hindistan mədəniyyətində şahmat. Hindistan mədəniyyətində memarlıq. Bunlara bir-bir toxunaq. Elm və din. Bunları bir-bir nəzərimizə çatdıraq, baxaq görək Hindistan mədəniyyəti hansı formada yayılıb, Hindistanın hansı mədəniyyət formaları vardır. Yazı. Yazın qurudulmuş palma yarpaqları üzərində yazırdılar. Alimlər Harappa şəhərinin qalıqları arasında sirri hələ də açılmayan yazılar aşkar edibdir. Hindistanda şahmat. Biz bilirik ki, Hindistan şahmat oyunun vətənidir. Şahmat fiqurları sümükdən düzəlilir, 4 növ qoşun tipi adlandırırdılar, Hind qoşununu təsvir edirdi. Memarlıq. Memarlıq. Gülləli tikililər, mağara məbədləri demək tikirdilər. Eradan əvvəl 3-cü əsrdə sütunlar inşa olunmuşdu. Memarlıqda bu sütunlar Hindistan padşahlığının qüdrətini göstərirdi. Eramızdan əvvəl 3-cü əsrə aid, yəni güman olunur ki, Aşokan dövrünə aid 4 şir heykəli mövcuduydu. Eramızdan əvvəl 1-ci əsrdə isə daşdan yonulmuş darvaza inşa edilmişdi. Hindistanda elm. Demək, riyaziyyat elminə bunu qeyd eləyəcəm. 0 rəqəmi tətbiq olunub. Əgər uyğunlaşdırma sualı versə, 0 rəqəminin tətbiqi nəticəsində işlər asanlaşıb, yəni asan hesaba keçiblər. Asan hesab sisteminin yaradılması 0 rəqəminin tətbiqi ilə bağlıdır. 10 rəqəmli hesablamanı ixtira ediblər. Demək, kvadrat və kub köylər çıxara bilirdilər. Yerin kürə şəklində, yəni şar şəklində olmasını təsvir edirlər. Bəs yaxşı, Hindistanda din hansı formada inkişaf etmişdir? Bunlar pozum. Din qalsın. Dini ayrıca yazılım. Hindistanda din. Əvvəlcə sizə qeyd edeyim, Hinduizm dini haqqında danışaq. Bunu belə bir şey deyim sizə. Demək, Hindistanda əgər Hinduizm dinini qəbul imtahanlarında, MİQ və sertifikasiya imtahanında xronoloji ardıcılıqla bağlı nəysə soruşsa, bunu eradan əvvəl 2-ci minillik götürəcək. Yəni, kitablarımızda verməsə də bunu hardan diqqət edirik, hardan bilirik ki, bu eradan əvvəl 2-ci minillikdə yarandı bu din. Çünki kitabımızda Hinduizm dinində belə bir şey qeyd olunub. Hind xalqının və dövlətin formalaşdığı dövrdə yaranıb. Yəni, Hind xalqının formalaşdığı dövrdə yaranıbdırsa, bu demək, Ari tayfaların bura köçü ilə, eradan əvvəl 2-ci minillik ilə bağlıdır. Hinduizm dininin qanunlar toplusu, məsələn, İslam dininin qanunlar toplusu hansı kitabdır? Qurani Kərim. Hindistan dini, Hinduizm dininin qanunlar toplusu isə Veda adlı sənətdə toplanılıbdır. Bu Hinduizm dini haqqında məlumatdır. Bəs yaxşı, Hindistanda digər din hansı idi? Buddizm. Buddizm dini. Buddizm eradan əvvəl 6-cı əsrdə Gautama tərəfindən yaradılmışdır. Gautama tərəfindən yaradılmışdır. Gautamanı Budda, yəni bilici, həqiqətlə işıqlanmış adlandırırlar. Gautama insanları eyni hüquqlu sair kastalara qarşı çıxırdı. Nəzərinizə çatdırım ki, eramızdan əvvəl 6-cı əsrdə Hindistan və Çin mədəniyyətinə aid oxşar cəhət yeni dini etiqadların yaranmasıdır. Orada qeyd etdiyimiz kimi Konfutsi təlimi də, burada da Budda təlimi də, belə desək, Buddizm dininin təlimi olan Budda təlimi yayılmışdır.
Əziz müəllimlər və şagirdlər, Hun, Çin, Hindistan dərsi bu qədərdir. Ümid edirəm ki, qeydlərimizi götürdük. Bugün daha yaxşı məlumatlar öyrəndik. Əgər sizə də hansı suallar qaranlıqdırsa, daha doğrusu hansı dərslər qaranlıqdırsa, hansı dərslər sizə çətinlik törədirsə, rəylərə yaza bilərsiniz. Biz həmin dərsləri izah eləyə bilərik. Çox sağ olun, özünüzə yaxşı baxın. Diqqətiniz üçün minnətdaram.